Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sağlam qidalanmanın əhəmiyyətini geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədi ilə "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" adlı layihəsini davam etdirir. Layihə sağlam həyat tərzini təbliğ etməyi və qida israfını azaltmaq məqsədini güdür. Layihə çərçivəsində müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Dietologiya Assosiasiyası ilə birgə reallaşdırılacaq bu təşəbbüs sağlam qidalanma vərdişlərinin geniş kütlələrə çatdırılmasına yönələcək. Sözdən əmələ keç, sağlam qidalanmanı seç layihəsi sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Agentliyin həyata keçirdiyi bütün tədbirlər qida məhsullarının təhlükəsizliyini təmin etsə də, bu heç də o demək deyil ki, bütün təhlükəsiz qidalar sağlamlığımız üçün faydalıdır. Başqa sözlə desək, biz qeyri-sağlam qida qəbul edib aclıq hissimizi dəf edə bilərik, lakin orqanizmimizin vitamin və minerallara olan aclığını təmin etməmiş oluruq. Bu layihənin məqsədi sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Sözdən əmələ keç, sağlam qidalanmanı seç layihəsi çərçivəsində sosial mediada sağlam qidalanma haqqında maraqlı informasiyalar yayımlanacaq və mütəxəssislərlə bu mövzuda diskussiyalar aparılacaq. Bu təşəbbüsün bir hissəsi olaraq müxtəlif ictimai yerlərdə sağlam qidalanmanı təbliğ edən kampaniyalar keçiriləcək. Layihənin ilk mövzusu isə körpələrin həyatında çox önəmli yer tutan və onların ilk qəbul etdiyi qida olan ana südüdür. Körpələrdən tutmuş ahıl yaşlı şəxslərə dək bütün əhali qruplarının, o cümlədən hamilə qadınların və süd verən anaların rasional fizioloji normalarının hazırlanması, məktəb bufetlərində satılan qeyri-sağlam qidaların satışının tənzimlənməsinə bağlı təkliflərin verilməsi kimi bir neçə vacib tədbirlər özündə ehtiva edir. Layihədə necə sağlam qidalanmaqdan daha çox niyə sağlam qidalanaq üzərində düşünməyə vadar edən təşəbbüslər nəzərdə tutulur. Çünki sağlam qidalanma tək xarici görünüş deyil, həm də elmi əsaslarla sübut olunmuşdur ki, qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir. Bu təşəbbüs sağlam qidalanma vərdişlərini geniş kütlələrə aşılamağa və ölkəmizdə sağlam həyat tərzini təşviq etməyə yönəlib. Layihə istehlakçıları sözdən əmələ keçməyə və sağlam qidalanmanı seçməyə dəvət edir.